qaldırıb biz gecələr göyə baxanda nələri əslində görə bilərik və onların xarakterləri nədir, nə iş görür, hansı yaxındır bizə, hansı bizdən uzaqdır, uzaqlıq nə qədər olur ümumiyyətlə planetlər arasında. Hal-hazırda bu ortada gördüyünüz Günəşdir. Baxın, bu balaca mavi nöqtələr hamısı xırda asteroidlərdir. Bəzən televiziyada xəbərlərdə deyirlər, asteroid düşəcək və yaxud da yan keçirlər. Baxın, görün nə qədər asteroid var ətrafımızda bizim. Yəni, bunların hər birinin özünə məxsus sürəti var. Mən indi zamanı bu proqramla irəliyə aparacağım. Yüksək sürətlə, məsələn, indi saniyə bizdə bu da aşağıda göstərir. Məsələn, bir-bir bizim saniyə gecir. Baxın, buradakı asteroid ən böyük asteroidlərin biridir, görürsünüz, fırlanır. Bu proqram vasitəsilə onlar tapa bilirlər ki, hər hansı bir asteroid bizim yaxınlığımızdan ən yaxın məsafə hardan keçə bilər, ümumiyyətlə bizə təhlükə törədə biləcəkmi? Hamısını bu proqramla bu şəkildə hesablaya bilirik. Gəlin bu P2-də bir dənə üstdən baxaq. Görürük ki, kvadratik şəkildə, aşağı-yuxarı düz-bucaqlıdır, amma kvadrat götürəmiz. 2 ədəd kvadratik bir ölçüyə malik gövdəsi var. Fikir verirsiniz, 2 ədəd. Kənarında doğru, sanki qanadı, qanadın da yuxarısında bu şəkildə ona 90 dərəcə 2 ədəd balaca qanadı var. Aşağı-yuxarı hissəsinə baxsaq, Günəş panelləri bunun yuxarı hissəsindədir. Bəzi peykləri görmüsünüz, qutu olur, ortasından çıxır. Fikir verin, bu peykin Günəş panelləri onun yuxarı hissəsində 3 ədəd bu formada yerləşdirilir.